Salam uşaqlar, bu günləri disikl alkanları öyrənirik. Demək, bundan əvvəlki dərsimizdə biz doymuş karbohidrogenləri öyrəndik. Açıq zəncirli doymuş karbohidrogenləri və doymuş karbohidrogenləri keçən dedik ki, doymuş karbohidrogenlər həm açıq zəncirli olur, həm də həlqəvi quruluşlu qapalı zəncirli olur. Bu günləri indi biz qapalı zəncirli, yəni açıq zəncirli, qapalı zəncirli doymuş karbohidrogenləri öyrənəcəyik və onlara da deyəcəyik disikl alkanlar. Bunlara da disikl alkanlara da disikloparafenlər və ya naftenlər də deyilir. Naftenlər nəyə görə deyilir? Bunu ilk dəfə 5 karbonlu və 6 karbonlu nümayəndəsi Markovnikov tərəfindən Bakı neftin tərkibində tapılıb və ona görə də elə neftin adını, yəni biz neft dediyimiz üçün o sözdən götürülüb adı naftenlər adlanıbdır. Ümumi formulu CnH2n-dir. En böyük bərabər 3-dür. Bunlar, yəni ilk nümayəndəsi 3 karbonlu olur. Karbon atomları sp3 hibridləşmə vəziyyətində olduğu üçün hibrid orbitallarının sayı 4-ə bərabərdir. Qeyri-hibrid orbitallarının sayı və ya karbon hidrogen sigma rabitələrinin, poler kovalent rabitənin sayı hamısı nədir? 2n-ə bərabərdir. Bunlarda ümumi atomlarının sayı 3n-dir. Bunlarda ümumi sigmaları da 3n-dir. Yəni burada atom sayı elə sigma rabitəsinin sayına bərabərdir. Emirləri 14n-ə bərabərdir. Rabitədə iştirak edən orbitallar 6n-dir. Yəni rabitədə iştirak edən orbitallar karbonun valenti 4-dür. Demək 4 orbital iştirak edir rabitə yaradanda. Hidrogenin də 1 orbital iştirak edir. Çünki valenti 1-dir. Ancaq 2n qədər hidrogenimiz olduğu üçün ümumi rabitənin yaranmasına iştirak edən orbital sayı 6n-ə bərabərdir. Proton sayı 8n, neytron sayı 6n-dir. Karbon-karbon sigma və yaxud da qeyri-polyar kovalent rabitənin sayı nəyə bərabərdir? N-ə bərabərdir. Adlandırılmasına baxaq uşaqlar, necə adlandırırıq? Demək dedik, ilk nümayəndəsinin 3 karbonu var, o disiklopropandır. Bunları adlandıranda alkanın sözünü, bu propan 3 karbonlu alkanın adı idi. Demək, bunun alkanın adının sözünə disiklo sözü əlavə etməklə düzəlir. Bax, 3 karbonlu propandır və burada da 3 karbonlu ilk nümayəndəsinin adına deyir disiklopropan. 4 karbonlu butandır. Buna deyəcək disiklobutan. 5 karbonlu pentandır. Disiklopentan. Məsəl üçün, burada uşaqlar bir dənə metil radikalı çıxıb buradan. Ona görə deyirik metil, yenə 4, demək 4 bucaqdır. Görürsünüz, burada 4 karbonludur. Və ona görə də bunu radikal kimi adlandırırıq. Deyirik metil disiklobutan. Bu şəkildə adlandırırıq. Məsəl üçün, bunu adlandıranda demək birinci və ikinci karbonunu 3 nömrələyirik. Birinci və ikinci karbonda nə var? Metil radikalı var. Ona görə deyirik 1,2 dimetil disiklopropan. Bu şəkildə adlandırırıq. İzomerliklərinə gələndə uşaqlar, bunların emirləri artdıqca izomerliklərinin sayı artır. Sinifdaxili izomerlikləri disiklobutandan başlayır. Disiklobutanı biz belə 4 karbonlu 4 bucaq şəklində belə də yaza bilərik və yaxud da bir metil radikalı çıxardıb metil disiklopropan şəklində də yaza bilərik. Və yaxud da ki, disiklopentandır. Disiklopentanın demək olar, burada mən karbonlarını yazmışam da, burada ehtiyac yoxdur. Yəni bilin ki, həmişə bu künclərdə CH2 qrupu var da. Demək, bu disiklopentanın metil disiklobutan, sonra daha da şaxələndirib, demək 1, 2, 3 bu şəkildə yazsa 1,2 dimetil disiklopropan kimi adlandıra bilərik. Bunların siniflər arası izomerlikləri də var uşaqlar. Bunlar alkenlərlə, bu doymamış karbohidrogenli alken, indi növbəti dərslərimizdə öyrənəcəyik. Demək, alkenlərlə siniflər arası izomerlik əmələ gətirir. Disiklopropanla propen bir-birinə nədir? Siniflər arası izomerlik. Sonra cis-trans izomerlikləri əmələ gətirir. Uşaqlar, cis-trans izomerlik nə deməkdir? Əgər bu metil radikalı hər ikisi eyni istiqamətdədirsə, hər ikisi yəni aşağıdadırsa, bu olur cis 1,2 dimetil disiklopropan. Yox, biri belə aşağıda, biri yuxarıdadırsa, bu zamanlar olur trans 1,2 dimetil disiklopropan. Alınmasına baxaq. Sənayedə neftin fraksiyalı distilləsindən alınır. Məsəl üçün, alkanların dehidrogenləşməsindən alınır. Məsəl üçün, butandır. 1 mol hidrogen çıxardanda alınır disiklobutan. Heksandır. 1 mol hidrogen çıxardanda alınır disikloheksan. Bir də yadınızda saxlayın ki, uşaqlar, bunlar ən çox 600-də ola bilir də. Yəni, maksimum 600-də ola bilir. Yəni, ondan yuxarı karbonu varsa, demək, o hardasa radikallar əmələ gətiribdir. Sonra 7 karbonlu demək heptan.
Bu hidrogen çıxıb bundan biz disikloalkan alanda demək bir radikal qıraqda qalır, olur metil disikloheksan. Sonra benzol doymamış aromatik karbohidrogendir. Benzolun hidrogenləşməsindən, yəni özünə 3 mol hidrogen birləşdirir. Bunu yadımızda saxlayaq, məsələ həllərində bizə lazım olacaq. Demək 1 mol benzol özünə 3 mol hidrogen birləşdirir və bu zamanları disikloheksan alınır. Yəni aromatik karbohidrogenlərdən demək həlqəvi quruluşlu doymuş karbohidrogenlər bu şəkildə hidrogenləşmə yolu ilə alınır. Laboratoriyada alınmasına baxaq uşaqlar. Laboratoriyada alkanların dihalogenli törəməsinə, yəni 2 halogenli törəməsinə natrium, sink, maqnezium metallə təsir etməklə alınır və bu zamanları mütləq karbon atomları bir-birindən 3 karbon qədər uzaqda durmalıdır. Nəyə görə? Çünki bunun ilk nümayəndəsi 3 karbondan başlayır, yəni siklopropandan başlayır. Əgər bunlar yanaşı olsa, yəni ki biz burada sikloalkan ala bilmərik. Ona görə də halogenlər bir-birinə 3 karbon qədər uzaqda durmalıdır. Onun üzərinə biz natrium, sink, maqnezium 3 metaldan hansı olasa gəlməklə almaq olur və bu zamanlar 3 karbon qədər uzaqdadırsa, demək siklopropan alınacaqdır. Məsəl üçün burada da 3 karbon qədər uzaqdadır. Aşağıdakı nümunədə 1, 2, 3 karbon qədər uzaqdadır, ancaq 4 karbonu var. Onda demək 3 bucaq quruluşu alınacaq, ancaq bir dənə metil radikalı kənarda qalacaq. Radikal kimi ona deyəcək metil siklopropan. Sonra, məsəl üçün, burada 4 karbon qədər uzaqdadır. Ona görə alınacaq disiklobutan. Yəni 4 bucaq alınacaq, ancaq 5 karbonu var. 1 karbonu qıraqda qalır. Ona görə də adı olur nə? Metil disiklobutan. Sonra, burada 5 karbon qədər uzaqdadır. 5 karbon qədər uzaqdadır və sink metalla təsir eləmişik. Ona görə alınır nə? Disiklopentan. Fiziki xassələrinə gələndə uşaqlar, bunlar suda həll olunur. Ümumiyyətlə, yadınızda saxlayın ki, heç bir karbohidrogen suda həll olmur. Karbonu 3 və karbonu 4 olan disikloalkanlar qaz, 5-dən 11-ə qədər maye, 12-dən isə bərk olur. Emerlər artdıqca qaynama temperaturları, sıxlıqları artır. Karbon hidrogenin kütlə payı bunlarda dəyişmir uşaqlar. Yəni, emerlər artdıqca hər ikisinin kütlə payı olduğu kimi qalır, dəyişmir. Sonra kimyəvi xassələrinə baxaq. Kimyəvi xassələrinə uşaqlar, bunlar doymuş karbohidrogen olsa da bunların içərisində disiklopropanla disiklobutan birləşmə reaksiyasına daxil olur. Yadınızda da disikloalkanlar doymuş idi. Alkanlar üzr istəyirəm. Alkanlar doymuş idi, ancaq özünə hidrogen birləşdirmirdi. Onlar birləşmə reaksiyasına daxil olmurdu, əvəz etməyə daxil olurdu. Ancaq bu disikloalkanların ilk nümayəndəsi olan disiklopropan və sonraki disiklobutan bunlar birləşmə reaksiyasına daxil olur. Demək, burada birləşmə reaksiyasına daxil olmasının bunların səbəb, bunlarda bucaq gərginliyi var. Bunlar 109 dərəcəli 28 dəqiqəli bucaq əmələ gətirməlidir. Ancaq əmələ gətirdiyi bucaq, məsəl üçün, burada 60 dərəcəli bucaq əmələ gətirib görürsünüz. Yəni, bərabər yanlı 3 bucaq kimidir də. Ona görə bucaq gərginliyi var. Bu həlqə tez qırılmağa meyillidir. Ona görə də bunlar özlərinə birləşmə reaksiyasına daxil ola bilirlər. Özünə hidrogen birləşdirir. Məsəl üçün, burada disiklopropandır. Özünə hidrogen birləşdirib propana. Xlor birləşdirəndə görürsünüz uşaqlar, birləşmə birinci və üçüncü karbonda baş verir. Burada birincidə hidrogendən göstərmək biraz çətindir, ancaq bax, xlorda daha aydın görünür. Yadınızda saxlayın ki, birləşmə birinci və axırıncı karbonda baş verir. H xlor birləşəndə H bura birləşib, xlor bura birləşib, yəni yenə birinci, üçüncü karbonda baş verir. Çünki buradan qırılır və birinci və üçüncü yenə birləşir. Sonra disiklobutana baxaq. Yenə burada hidrogenləşmə. Halogenlə birləşdikdə görürsünüz, birinci və dördüncü karbona birləşib halogen. H xlorla birləşəndə hidrogen bura birləşib, xlor da bura birləşib, yenə birləşmə reaksiyasına demək daxil olurlar. Burada bir şeyi xüsusi yadınızda saxlayın ki, uşaqlar, bunlarda yalnız disiklopentan yalnız hidrogenlə birləşmə reaksiyasına daxil olur və alınır pentan. Qalan daxil olduğu reaksiyalar əvəz etmə reaksiyasıdır. Yəni, disiklopentanla disikloheksan artıq əvəz etmə reaksiyasına daxil olurlar. Yəni, bunların içərisində disiklopentan yalnız hidrogenlə birləşmə reaksiyasına daxil olur. Əvəz etmə reaksiyasına daxil olduqda bunlar halogenlərlə reaksiya girəndə burada CH2-də bir hidrogen çıxır, onun yerinə də daxil olur halogen və bir molda H xlor alınır. Və yaxud da ki, disikloheksandır.
Yenə xlor disikloheksan alınır və 1 molda H-xlor çıxır və bu da bunların əvəz etmə reaksiyasıdır. Yəni burada bir şey yadımızda saxlayır ki, disikloheksan heç bir birləşmə reaksiyasına daxil olmur, ancaq disiklopentan hidrogenlə daxil olur birləşmə reaksiyasına. İzomerləşmə reaksiyasını bayaq yuxarıda baxdıq. İzomerləşmələrinə baxanda, yəni alüminium xlorid katalizatorun iştirakı ilə həlqələr get-gedə kiçilməyə başlayır, radikallar çıxır ona görə. Dehidrogenləşmə reaksiyasına baxaq uşaqlar. Dehidrogenləşmə disikloheksandır. Dehidrogenləşəndə ondan 3 mol hidrogen çıxır və bu zamanlar aromatik karbohidrogen olan benzol alınır. Və yaxud da ki, metil disikloheksandır. Bundan 3 mol hidrogen çıxanda isə alınır. Demək, tolol deyilən birləşmə neyinir? Alınır. Sonra bunların yanma tənliyi var uşaqlar. Yanma tənliyinin ümumi formu CnH2n plus 3-ün bölünsün ki, O2-dir. Oksigenin əmsalı da M mol CO2, M molda nə alınır? H2O alınır. Bu da oldu bizim bugünkü disikloalkanlar dərsimiz.